Tamamilə bizim xeyrimizə olan işdir, bankın ziyanına olan bir işdir. Əgər iş bankın xeyrinə olsaydı, yəni bankın əlində tutarlı sübutlar olsaydı, çoxdan məhkəmə bankın xeyrinə qərar çıxarıb məsələni yekunlaşdırardı. Təəssüf ki, Auditor Palatasının bu kredit üzrə borcun qalmadığı barədə rəyi yenə də təsdiqlənmədi və iş yenidən ekspertizaya qaytarıldı. Məhkəmə ən azı deməli ipoteka qoyulmuş mənzilin qiymətləndirilməsi məsələsində uyğunsuzluğun olduğunu qəbul elədi. Eyni zamanda ekspertizanın rəyində bir sıra başqa uyğunsuzluqlar da ortaya çıxıb. Məsələn, ortaya çıxıb ki, məzənnəni düzgün hesablamadıkları üçün təkcə bir epizodda 11.000 artıq borc hesablanıb. Təkcə bir epizodda. Bu, yəni hələ bir səthi bir araşdırmadan sonra ortaya çıxıb. Ona görə də iş göndərildi təkrar ekspertizaya. Yəqin ki, bir 3-4 ay sonra icraat təzədən bərpa olunacaq. Bu, səhv eləmirəmsə, bu artıq 7-ci dəfə gedir ekspertizaya. Yəni bu iş tamamilə bizim xeyrimizə olan işdir, bankın ziyanına olan bir işdir. Əgər iş bankın xeyrinə olsaydı, yəni bankın əlində tutarlı sübutlar olsaydı, çoxdan məhkəmə bankın xeyrinə qərar çıxarıb məsələni yekunlaşdırardı. Amma iş bankın ziyanınadır, bankın əlində sübutlar yoxdur kreditin dollarla verildiyi barədə. Eyni zamanda bankın əleyhinə də məhkəmə qərar çıxartmaq istəmir deyə söhbət belə bu şəkildə uzanır. Ekspertizası yoxdur. Hər şey yaxşı oldu. İnşallah.